Bismillahirrahmanirrahim. İmam Nəvəvinin 40 hədis kitabından 42-ci hədis. Ənəs ibn Məlik demişdir: Mən Allah elçisinin, ona Allahın salavatı və salamı olsun, belə dediyini eşitmişəm. Allah buyurur: Ey Adəm övladı, nə qədər ki, mənə dua edirsən və mənim mərhəmətimə ümid bağlayırsan, mən sənin günahların hamısını bağışlayıram və günahın çoxluğuna və böyüklüyünə əhəmiyyət vermirəm. Ey Adəm övladı, əgər sənin günahların yerdən göyədək olsa, sonra məndən bağışlanma diləsən, mən səni bağışlayaram və günahın çoxluğuna və böyüklüyünə əhəmiyyət vermərəm. Ey Adəm övladı, əgər sən yer dolusu günahla mənə tərəf gəlsən və heç bir şeyi mənə şərik qoşmadan mənim hüzuruma çıxsan, mən sənə yer dolusu məğfirət əta edərəm. Tirmizi 3540-3885-ci hədis.